Sən də dinləyənməyəsən. Dəlişəyim də özün yaxşı bilirsən. Oğlan dostuna zəng elə. Gecəni bizdə qala bilərsən de. Əgər gəlsən məndən 100 manat pul verməzsən. Deyə bilərsən? Niyə demirəm ki, nə var orada? Səncə gələr? Mənə yox destek. O dərəcə. O dərəcə. Oğlan dostuna zəng eləsən, gecəni bizdə qala bilərsən deyirsən, nə bilim, içək, evdəki rayona gedib təkəm falan filan əgər gəlsə, məndən 100 manat pul qazanırsan. Okeysən? Okay. Onda zəng elə. Bilirsən? Yaxşıyam sən. Təksən, danışa bilirsən? Hə, buyur. Bizimkilər rayona gedib, təkəm də evdə. Deyirdim bəlkə gələsən, içək falan. Gələ bilərsən? Problem yoxdur, gələrəm, niyə gəlmirəm ki? Sən bilirsən də dinləyənməyəsən. Dəlişəyim də özün yaxşı bilirsən. Problem deyil, gələrsən, baxarıq, içərik. Axşamın sonrasına baxarıq. Yoxsa ki, tam qala biləcəksən gecəni? Aman əvəzsən, gecəni qalmağımı falan istəyirsən. Hədə, yəni gəl qaldı 2-3 saatlıq gəlsən, nə edəcəyik ki? Problem yoxdur, gələrəm. Konum atarsan mən onda. Asmaya nə alım gələndə? Viski zad al da. Problem yoxdur, alaram. Onda sən mənə konum atarsan, yadımda qaldı bir bax. Tamam, yaxşı. Atıram mən. Bildim olsun. Bəs çağıracaqsan? Fikirləşəcəm. İstəyirsən gəlməyini. Baxacam. Gecəni uğurlar sizə. Təşəkkürlər.